Mətbəx nədir təzədən? Part 3 mebel dükanının yığılması. Gəlin çək. Yan. Başlayaq la burada. Ümumi olaraq materiallar haqqında məlumat vermək istəyirəm. Membran, akril, boya, laminat. Təzədən. Burada oturacağımız olacaq. Hələm tamamlanmayan işlər var. Həmçinin baxın belə güzgüdən dekorlarda sifariş verə bilərsiniz. Mətbəx mebelində biz ruskalardan istifadə eləmirik. Baxın, qulp deyək də. Baxın, el profillərindən istifadə edirik. Bu da membranımızdır. Kromkası hələm soyulmayıb. Gəlin bunu bir yerdə bəh. Bunu yaxından çək. Bunu yaxından çək zəhmət olmasa. Material membran, istənilən rəngi də var. Mebelimizin üst hissəsi hazırdır. Twistdən tam görsənir. Və adam gələndə hamı soruşur. Bunu hardan almısınız? Bunu hardan yığdınız? Bunun içində işıqları, şüşələri hazır deyil. O da gələcək inşallah. Profil, qara şüşə. Oy. O Pinterestdə baxırsınız belə qəribə mebellər, qəribə TV sahələr. Bax hamısı bizim işimizdir. Daha nə istəyirsiniz? Gəlin mağazaya. Bunu soyanda adama ləzzət eləyəcək. Şuna bax. Bütün mexanizmlər hamısı burada quraşdırılacaq ki, yəni gələn adamlar görsünlər. Bu rəng olaraq ümumi rəngləri dəyişə bilərsiniz. Yəni istənilən rəng membran sifarişi verə bilərsiniz. Həmçinin yuxarıda olan şüşənin də rəngini, profilin də rəngini. Paraşok saçın deyil. Xanımların həmişə əziyyət çəkdiyi ədviyyatdır, duzdur. Yəni belə vasitələri qoyulmağa xüsusi yerin olmaması. Kargo mexanizmi baxın. Rahat şəkildə qoyursunuz bura, rahat şəkildə də istifadə edirsiniz. O kargoya, yük daşınan kargoya. Yəni mənim ən sevdiyim tandem box. Baxın. Bunu videoda çalışacağıq göstərək sizə burada nədən söhbət gedir. Görürsüz burada altdan quraşdırılmadı mexanizm görsənmir. Yüksək keyfiyyət, münasib qiymət axtaranlar yaxınlaşsın bizim mağazamıza. Səhifədə də əlaqə nömrələrimiz var. Membran qapı. Buradan ruçkalar olacaq, hələm quraşdırılmayıb. Yataq dolabımız, membran materialından. İstənilən rəng sifariş verə bilərsiniz. Və səhifəyə dəstək olmağınız vacibdir. Səhifələrimiz yenidir. Həmçinin yeni açmışıq mağazamızı. Hamınızdan dəstək gözləyirəm.